Qış fəsli ilə əlaqədar olaraq bir çox insanlar öskürək şikayəti ilə klinikamıza başvurur. Öskürək olduğu müddətə görə üç tipa ayrılır. Kəskin öskürək, 3 həftəyə qədər davam edən öskürək, yarım kəskin öskürək, 3 həftədən 8 həftəyə qədər davam edən öskürək və xroniki öskürək 8 həftədən daha çox davam edən öskürək. Öskürək yerinə lokalizasiyasına görə həm ağciyərlə, həm də burun boşluğu üst solunum yolları ilə əlaqədar ola bilər. Nuru doktor, siz bu haqda nə düşünürsünüz? Salamlayıram hər kəsi. Kəskin öskürək dedikdə, yəni 3 həftəyə qədər davam edən sizin də vurguladığınız kimi doktor, bu adətən viral infeksiyalarda, yəni üst solunum yolu ilə əlaqələnən rinitdə, sinuzitdə və ya farenjit, larenjit, bunların hamısında tetiklənə bilir. Ayrıca hocam, yəni üst solunum yollarından əlavə olaraq alt solunum yollarını da vurgulamaq lazımdır. Məsələn, pnevmoniyalı xəstələrdə kəskin öskürək ola bilir. Bundan başqa xəstə əgər bir yabancı cisim, yad bir cisim aspirasiya edilibsə, bu xəstələrdə də ağciyərə, yabancı cisim ağciyərə gedirsə, bu xəstələr də kəskin öskürək şikayəti ilə başlanğıc olaraq bizə müraciət edə bilir. Lor adına öskürəyə səbəb olacaq nədən nədir? Postnazal axıntıdır. Yəni bu viral infeksiyada istər-istəməz burun axıntıları olur. Yəni burun axıntısı burunun arxa hissəsindən səs tellərinin üzərinə döküldüyünə görə orada qızıq yaradır və öskürəyə səbəb olur. Bizim açımızdan eyni zamanda larenjitdə ola bilər. Larenjit nədir? Səs tellərinin iltihabı xəstəliyidir. Bu zamanda boğaza bir şey taxılmışmış kimi hiss edir xəstə və durmadan öskürərək onu çıxarmaq istəyir. Amma halbuki çıxara biləcək bir şey yoxdur. Ona yönəlik düzgün müalicə ilə bu öskürək keçə bilər əslində. Bəli hocam. Amma öskürəyin də tipi təbii ki, burada vacibdir. Yəni quru öskürək ola bilər, yaş öskürək ola bilər. Yəni əlbəttə ki, yəni bizim üst solunum yolları ilə əlaqəli əgər akut viral infeksiyon dışında, yəni larenjitdə və yaxud da farenjitdə adətən quru öskürək olur. Yəni viral rinosinizitdə isə olan yaş öskürəyin nədəni postnazal axıntıdır. Bəs hocam, xəstələr öskürəklə bəlğəm var, çıxara bilmirəm kimi bir şikayəti olurmu? Yəni bəzən xəstəlik irəlilədiyi zaman, yəni rinosinizitdən alt solunum yollarına geçdiyində, bronşit olduğunda bu zaman artıq dediyiniz şikayətlə gəlir. Hocam, məsələn, bizim xəstələrimiz olur, interstisial ağciyər xəstəliyi olan xəstələr. Onlar daim olaraq xroniki quru öskürəkdən şikayət edirlər. Yəni keçməyən bir xroniki öskürək şikayəti bizim interstisial ağciyər xəstəliyi olan xəstələrimizin əsas şikayətləri arasındadır. Yəni bir lor cərrahı olaraq, lor həkimi olaraq bizim açımızdan xroniki öskürək səbəbi birincisi nədir? Allergiyadır. Allergiyası varsa, yəni sürekli davam edən postnazal axıntı səbəb ola bilər. İkincisi gastroesofagiyal reflüksü olmasıdır. Reflüksü xəstələrdə də boğaz reflüksü olduğunda istər-istəməz yediyimiz və yaxud da mədədə olan asit yuxarıya gələrək səs tellərini iritə etdiyi, qızıqlandırdığı üçün xroniki və bəlğəmsiz öskürək ola bilər. Yəni bunlar görülə bilir bizdə də. Yəni hocam, təbii ki, bir də dərmanlar istifadə olunan dərmanlar çox vacibdir. Ən çox da angiotensin çevirici faktor inhibitor olan təzyiq dərmanların antihipertansiv, kaptopirildir, enalpirildir. Bunlar da xəstələrdə ciddi öskürək səbəbləri arasında yer almaqdadır. Bəli, bunlarda da quru öskürək olur. Bəli, hocam, bunlarda da quru öskürək olur. Bəs hocam, uzun müddətli davam edən yaş, yəni bəlğəmli öskürəkdə nədən şübhələnə bilərik? Uzun müddət əgər ki, bəlğəmli öskürək davam edirsə, bu bəlğəmin xarakterinə baxmaq lazımdır. Rəngi önəmlidir. Əgər ki, bir bəlğəmin rəngi sarıdırsa və get-gedə miqdarı artırsa, burada artıq bir infeksiya düşünmək lazımdır. Bunun üçün də artıq sarı rəngdə bəlğəm artıbsa, antibiotik müalicəsinə ehtiyac olduğunu göstərir. Təbii ki, bir də xroniki obstruktiv ağciyər xəstəliyi olan xəstələr var. Onların da xroniki öskürəyi davamlı olur. Ən çox da bu xəstələr siqaret çəkən xəstələrdir. Siqaret çəkdikləri üçün bu xəstələr davamlı olaraq öskürürlər. Bir də təbii ki, ən qorxduğumuz xəstəlik olan ağciyər xərçəngi siqaret çəkən xəstələrdə çox sinsi şəkildə irəliləyir. Bu xəstələr siqaret çəkdikləri üçün ağciyər xərçənginin də simptomlar arasında öskürək yer almaqdadır. Fəqət siqaret çəkdikləri üçün bu şikayəti siqaretlə bağlaşdırırlar. Halbuki bu bəlkə də altda yatan bir ağciyər xərçənginin ilkin simptomu ola bilir. Bu zamanda öskürəyin artmasına
şəklinin dəyişməsinə, qanlı olub olmamasına diqqət etmək lazımdır. Yəni xərçəngə gözəl vurguladınız. Bizimlə də əlaqəli olan nədir? Yəni əgər öskürək ilə yanaşı səs tellərində, yəni səsində xəstə bir narahatçılıq hiss edirsə, yəni bu laringsin, qırtlağın xərçəngi ola bilər. Yəni belə bir durum, yəni uzun müddət davam edən öskürək və səsində dəyişiklik hiss edən xəstə mütləq müayinə olunmalıdır. Bəs hocam, hamilələrdə necə? Hamilələrdə öskürək Yəni hamilələrdə öskürək bizim açımızdan çox böyük ehtimal nədir? Qastroezofageal reflüksdür. Yəni istər-istəməz hamilə qadınlarda, özəlliklə ilk hamiləlikdə reflüks şikayətləri yüksək səviyyədə olur. Yəni bu da xəstə yatdığı pozisiyada axşam yatışdan sonra başlayır deyə şikayətdə gəlir adətən. O zaman hocam yekunlaşdıraq. Məncə insanlar üçün də bilgiləndirici bir, maarifləndirici bir video olar inşallah. Yəni nə ilə də soruşmaq istədiyiniz hər hansısa bir şey varsa da yaza bilərsiniz. Təşəkkürlər dinlədiyiniz üçün.